Məktəbli kuboku sadəcə bir turnir deyil, bu minlərlə uşağın ilk futbol həyəcanıdır. 68 rayondan gələn məktəblilərimizin arzuları bir futbol meydançasında birləşdi. Bəzilərimiz ilk dəfə meydana çıxdıq, ilk dəfə komanda ruhunu hiss etdik. Bu layihə çərçivəsində tam 3745 oyun keçirdik. Hər oyunda yeni bir həyəcan, yeni bir tarix yazdıq. 41 hakim isə bu böyük futbol yolunun ədalətli idarəçiləri oldu. 1329 5-ci sinif oğlan şagirdi, 1822 7-ci sinif şagirdi və 627 qız iştirakçı bu hekayənin qəhrəmanına çevrildi. Ümumilikdə 30 mindən çox şagird məktəbli kubokunun bir parçası oldu. Qalib və finalçılar medallarla və müxtəlif hədiyyələrlə təltif olundu. Amma burada əsas qazanan sadəcə qaliblər olmadı, əsas qazanan sağlam gələcəyimiz oldu. Çünki futbol bizi birləşdirdi, bizə dostluğu, intizamı və mübarizəni öyrətdi. Və ən əsası bizi düzgün istiqamətə apardı. Məktəbli kuboku, bugün meydanda yazdığımız hekayə sabahın sağlam və güclü nəslinə çevrildi.